Mənim kanalımın seyirciləri, hələ heç çöldən, ovdan nətər gəlmişəm, o vəziyyəti də çəkəcəm. Bilirsən, istəyir Allahla münasibət olsun, istəyir rəisi ilə, müdürü ilə, sevgili ilə münasibət olsun. Əgər şükürlüsənsə, daha artıq nə gözləyirsən ki sən? Şükürlüsən də. Məsələn, mən hər gün yuxudan durdum, min şükür edirəm ki, yuxudan ayıldım. Və artıq Allahdan heç nə istəməyə, şikayət eləməyə haqqım yox. Səhər açıldı, sıfırlandı hər şey. Mən şükür elədim səhərin açılmağına, səhərə çıxmağıma. Və yaxud da ki, işdə Simendən çıxdım, min şükür Allaha, Simen sağ-salamat qutardı. Şükürlüyəm. Və yaxud da ki, dostla, sevgili ilə münasibətdir. Tayyip başqa artıq nə şikayət eləyirsən ki, bu nə 200 il idi ki. Bir dəfə şükür elədin, dedin hər şey qaydasındadır, hər şey qaydasındadır. Sonradan, yaxşı, soruşanda deyirsən ki, şükür Allaha, hər şey qaydasında, hər şey. Sonra da başlayırsan, Habilin kamançası kimi sızırlamağa ki, yox, bu da olsaydı, yaxşı olardı, o da olsaydı, o niyə görə eləmirlər, bu niyə görə eləmirlər, Allah bir də filan şey, Allah dedin şükür Allaha da, bitti söhbət, ya da şükür eləmə. Ya da şükür eləmə, deyinən ki, bu problem var, bu çatışmazlıq var, bu əyrəslik var. Bir şey istərsən, şükür Allaha, hər şey qaydasındadır, elə. Sonra da başlayırsan ki, yox, bu belə oldu, elə oldu. Litsimeriya, nətər şükür eləmişsən, elə desə, şükürlü münasibət göstərirlər, bu qədər.